Deməli, Samidin 6 şarı var. O şarlardan ikisini dostuna verdi. Bundan sonra onun neçə şarı qalacaq? 6 şarı var. 2 dənəsini dostuna verdi. Geriyə onda 4 dənə şar qalmış olacaq. Gəlin ikinci şəklə baxaq. Aşağıdakı tamamlayır. Baxın. Deməli, bu ağzıdır onun. Ağzıdırsa, buradan onun ağzından bax belə. Belə bir işarə olacaq. Təbii ki, başı bu cür şəkildə ola bilməz. Yəni, qulaqları belə dönə bilməz. Çünki burnu bu tərəfə istiqamətdədirsə, bu ola bilməz. Zaten burnu görünür buradaysa, deməli, C də ola bilməz. Gələk, baxaq. Ağzı bunun beydə bu tərəfdən çıxıb, bu da ola bilməz. Burada bunun ağzına baxın, fikir verin. Buradan çıxıb, belə çıxıb istiqamətdə. Baxın, bunun ağzı burada fikir verin istiqamətinə. Buradan ağzı gülür. Necə çıxacaq? Belə çıxacaq da. Deməli, o hansı variantda olacaq? Y variantında. Növbəti şəklə baxaq. Deyir ki, neçəsi 3 bucaqdır? 1, 2, 2, 3, 4, 5, 6 dənə. Keçək növbəti suala baxaq. Deməli, 5 bala kenguru analarının son yoluna gedirlər. Ən qısanı soruşur bizdən. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 13, 14. 14. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 4, 15. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Bizdən də ən qısanı soruşurdu. Ən qısa A variantı olmuş olacaq. Keçək. Şəkildə neçə karandaş var? Karandaşların uclarından saya bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8. Böyük kvadratda 16 kiçik 3 kvadratdan düzəlib. Sonra kiçik kvadratdan bəziləri silinibdir. Hal-hazırda burada silinib bir şagird qeyd edilibdir. Baxaq, bunu silək belə. Belə silinmiş vəziyyətdədir. Siz bunu bərpa edib tapa bilərsiniz. Və yaxud da ki, rəngləri saymaqla da ümumi saydan çıxa bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 16 dənədən 10 dənəsi var. Silinən 6 dənəsi olmuş olacaq. Və yaxud da bunu bərpa eləməklə də sayıb tapa bilərdiniz bu cür. Deyir ki, Mikailin oyuncaq rəfində nə tısbağa, nə dovşan, nə tısbağası var, nə dovşan var. Tısbağa, dovşan, robot. Tısbağa, dovşan, robot. Çıxanda bir dənə B variantı qalır. Xanımın paltarındakı bütün düymələr bu formadadır. Bu düymələrin hansı paltarın düymələrindən ola bilər? Ürək, sonra belə əyridir, dairə. Ortada 4 dənə. Baxıram, hamısında 4 dənə var. Burada ürəkdən sonra nə olmalıdır? Yarım aypar olmalıydı, ay getdim. Burada ürək istiqamətini dəyişibdir. Bunu belə bu cür dura bilməz. Burada da bu belə dura bilməz. Ürək bura keçib, ürək burada olmalıydı. Deyə də ola bilməz. Şəkli belə xəyalınızda bunu belə göyə qaldırırsınız, görəcəksiniz ki, Y variantı olacaq. 2 ədəd rezin halqa 18 kubun ətrafına dolanır. Deyir ki, bax 18 kubun 9 aşağıda, 9 da yuxarıdadır da. Deyir ki, neçə ədəd kubun bu rezin halqalarına toxunmur? 1, 2, 3. Düzdür, bu 3. 3 bu tərəfdən, 3 də o tərəfdən toxunmur. 3'ü buradan toxunmur, 3 də 3, 3. Deməli, altdan 3, deməli,
Bu tərəfdən də 3, bu tərəfdən də 3. Gələk bu tərəfə. Bu tərəfdə bu toxunur. Orta heç. Mərkəzdə duranlar hamısı dairə fırlanır. Burada da toxunur. Burada bir dənəsi toxunmur. Burada da bir dənəsi toxunmur. Bura dəyəcək. Burada dəyir. Deməli, mənim 3 dənəsi toxunmadı. Burada 3 dənə 6. 6'nın üstü 2. 8 eləməlidir. Üzürlü sayın. Bir daha baxdım. Deməli, bura toxunur axı. Bu gedir. Buradan da toxunur. Hamısı yuxarıdakı hamısına toxunur. Üstdən də buradan toxunur. 3, 3, 6 elə A variantı olacaq. Düz yazıbdır. A variantıdır. Keçirik növbəti şəklə baxırıq. Deyir döşəmədə kvadrat xanalardan ibarət döşəmədə 4 bucaqlı var. Ümumi olaraq neçə xananın üzərində 3 xalça var. Üçünün də toxunduğu. Bax, xəyalən siz bunu təsəvvürdə canlandırması. Üçü də üst-üstə düşdüyü məqam. Bax, buradır. Neçə dənə olur bu? Baxıram ki, 2-nin 3-ə 6 dənə. Deyir ki, ümumi olaraq neçə xananın üzərində 3 xalça var. Biz burada ilk baxışda görürük ki, 6 dənədir, amma 6 dənə burada nəzərinizə çatdıraq. Deməli, bu kvadrat, bu da belə. Bunlar arası bomboşdur, baxın, boşluq var. Deməli, 1, 2, 3, 4. Bax, deməli, sarının üstə də, mavinin üstə də, tünd göyün üstə düşən 4 dənədir. Y variantı olacaq. Gəlin indi isə bura baxaq. Verilən açarlardan hansı şəkildə göstərilən qılıfa uyğundur? Qıfıl demək istəyir, qıfıla uyğundur. Deməli, yuxarısı kvadratdır, aşağısı 3 bucaq, altı da dairədir. Deməli, yuxarısı bizə dairə ola bilməz. Yuxarı dairə ola bilməz. Deməli, yuxarı kvadrat 3 bucaq, altı dairə olmalıydı. Kvadrat, 3 bucaq və dairə. D variantıdır. Deyir ki, 2 ədəd itin eyni şəkilli balası var. Birinci şəkildə it və bir balası 14 kilo verilibdir. İkinci şəkildə, deməli, bir böyük itim var, bir də balaca itim var. Birlikdə çəkisi eləyib 14. Yəni, bunu balaca çəkək. Bu balaca itimizdir. Digər şəkildə isə bir böyük itim var, 2 dənə də balaca itim var. Bu da 18 kilodur. Səhv görmürəmsə. Deməli, bundan bunun nəyə artıqdır? Bundan bunu çıxsam, yəni, bu şəkildən bu şəkil çıxanda artıq olan bir dənə it balasıdır. Düzdür? 18 kilodan 14 kilon çıxanda balaca itin kilosu nə qədər olur? 4 kilo. Yazırıq 4. Deməli, itlərin nəymiş? 4 kilo imiş balaca itlər. Deməli, 4-ün üstünə 10 gələndə böyük it eləyir. Yəni, 14-dən 4 çıxanda 10 eləyər. Gəlin, yoxlayaq görək, bunda da elə eləyirmi? 18-dən 2 dənə 4 çıxanda böyük it 10 kilo edirmiş. Deməli, 10 kilo doğru cavabdır. Keçək növbəsinə. Masada 12 ədəd meyvə var idi. Əli masadan 2 gavalı, 4 alma portağalların yarısını götürdü. Masada sadəcə portağallar qaldı. Neçə portağal qaldı? 12 meyvədən 2 dənəsi gavalını götürdüm. 4 dənə alma götürəndə 6 dənə portağalım var. Portağaldan yarısını, 6'nın yarısı, 6 nəyin 2 qatıdır? 3'ün. 6'dan da 3 götürəndə geriyə nə qalacaq? 3 qalacaq. 3 portağal qalacaq. Sırada 12 şagird var. Soldan saydıqda sol və sağa bilmək lazım. Sağ bura. Bura sol. Deyir, soldan saydıqda Rəşad 5-cidir. 1, 2, 3, 4, 5. Deyir ki, Tural sırada 4-cüdür. Deməli, sağdan sayanda bu tərəfdən. Tural 4-cüdür. 1, 2, 3, 4. Rəşad və Turalın arasında neçə şagird var? Buradan da görürük ki, 3 dənə şagird var. Bunu şəkli üzrə həll etmiş olduq. Və yaxud biz bunu riyazi olaraq 12-dən deməli 5 dənə çıxsaq Rəşadı, 4 dənə də deməli Turalın sayı çıxanda necə 7-dən 4 çıxanda 3 şagird qalmış olacaq. Keçək növbəti suala. Mərziyənin kitab rəfində göstərildiyi kimi 3 dənə kitabı var. İlkin olaraq Mərziyə ağ,
boz kitabları yerini öz aralarında dəyişdi. Ağ və boz kitabların yerini öz aralarında dəyişdi. Daha sonra Mərziyə boz və qara kitabların yerini öz aralarında dəyişdi. Onun kitablarını indi necə düzülübdü? Gəlin çəkək. Deməli, bizim ilkin olaraq Mərziyə ağla bozun yerini dəyişdi. Deməli, birinci boz rəngi oldu, sonra qara, sonra ağ oldu. Düzdürmü? Bu bir versiya. Yəni, burada ağ, qara və boz idi. Deməli, nə deyir? Bozla ağın yerini dəyişdim. Sonra nə edir? Sonra deyir ki, Mərziyə bozla qaranı, bu səfər bozla qaranı dəyişir. Qaranı önə verir, bozu sonraya verir. Ondan sonra ağ olduğu kimi yerində qalır. Qara, boz və ağ. Qara, boz, ağ D variantı olmuş olacaq. Keçək növbəti sualımıza baxaq. Aşağıdakı şəkillər rəngli kublardan düzəlmiş fiqurun ön və arxadan göstəriş görünüşüdür. Deyək ki, bu fiqur 3 hissəyə bölünüb. Sarı, ağ və boz. Deməli, bizdən nə istəyir? Bu bozdur, bu sarıdır. Bəs ağa nə qalır? Ağı baxaq təyin eləyək. Ağ ortada. Öndən və arxadan aşağısı bir mərtəbədir, amma ortadakı 2 mərtəbədir. Arxadan da eyni görünür. Deməli, bunun aşağısında 3 daş eyni boydadır, amma bir dənə ortadakı var ha. Ortadakı 2 mərtəbəlidir. Variantlardan baxıram. D variantını görmüş oluram. Deyək ki, ipdəki muncuqlar ağ, qara olmaqla sırayla düzülübdür. Hər blokda 5 muncuq gizlədilib. Bloklarda neçə ağ muncuq gizlədilib? Gəlin baxaq. Deməli, bizim 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Nə deyir? Ağ, qara belə gedir. Qaradan sonra nə gələcək? Ağ, qara, ağ, qara, ağ, qara, ağ, qara, qaradan sonra ağ, qara, ağ, qara, ağ, qara belə gedir. Bizdən də ağ muncuğu soruşur, gizlədilmiş ağ muncuğun sayını soruşur. 1, 2, 3, 4, 5, 6. Deməli, doğru cavab B variantı. Keçək növbətinə. Elşən 3 şokolad alır, Tom 5 şokolad alır. Tom Elşəndən 8 manat çox pul verir. 8 manat çox pul verir. Bir şokoladın qiyməti nə qədərdir? Deməli, bizim Elşən 1, 2, 3 şokolad yeyir. Tom 1, 2, 3, 4, 5 şokolad yeyir. Deyir ki, Tom Elşəndən nə qədər çox pul verir? 8 manat çox pul verir. 5 şokoladdan 3 şokolad çıxanda neçə qalır? 2 şokolad qalır. 2 şokolada biz deyirik ki, 2 şokolada 8 manat verirsə, 1 şokolada nə qədər verəcək? X belə tənliklə qura bilərik. Və yaxud da 8-i asanlıqla görsən 2 kubikin 8-ə, 8-i 2-yə bölsən 4. Deməli, hər kubikin içi neçəymiş? 4 imiş. Bir şokoladın qiymətinin 4 manat olduğunu tapa bilərik. Baxaq, istəyir yoxlayaq. 3 dənə 4-üm, 12 manat Elşən. Tom 4 dənə 5-im, 4 dənə 5-im 20. Həqiqətən də 20-dən 12 çıxanda 8 eləyir. Deməli, mən doğru cavab da tapmış oldum. Yoxlamaq da lazımdır. Tez qaçıb cavab tapmaq lazım deyil. Görürsünüz ki, həqiqətən bu belədir. Keçin növbəti suala. Tayyəli şəkildə göstərildiyi kimi 5 taxta oyuncağı var. Şəkillərdən 2 cüt oyuncaq seçir. Seçilməyən oyuncaq hansıdır? Eyni çəkidədirlər. Çəkiləri eyni. Məsələn, 8-dən 10 toplasam 18. 6 ilə də 12-ni toplasam 18. Geriyə bizə nə qalır? Zebra qalır. Keçən növbəsində 3 il əvvəl Arzu və Vüsalın yaşları cəmi 6 idi. Arzu, Vüsal. 3 il əvvəl 6 yaşları var idi. İndi onların neçə yaşı var?
İndi deməli 3 il böyüyüblər də. Əvvəl deyirsə yaşları balacadır. 3 il əvvəl bunların yaşları balacadır. İndi onların 3 yaş artıblar. Amma unutma, biri 3 yaş artmayıb ha. Baxın, 2-dən 3 artacaq. Niyə? 3 il əvvəl Arzu və Vüsalın ikisinin birlikdə 6 yaşı var idi. 3 il sonra bunların yaşları artacaq. 6-nın üstünə 3, birinə Arzu, bir də Vüsal. Hər bir nəfər böyüyəndə digər nəfər də böyüyür. Adam sayına gəlsə o qədər artma baş verir. 12 yaş. İndi bunların ikisinin birlikdə, bu keçmişdə idi də 6, indi oldu 12. Əgər Arzunun indi 7 yaşı varsa, ikisinin cəmindən 12-dən 7-ni çıxaram, nə edir? 5. Cavab D variantı olacaq. Bunu başqa cür yolla da tapa bilərsiniz, əksinə də tapa bilərsiniz prosesi. Geridən də tapa bilərsiniz. 7-dən 3 çıxanda keçmişdə Arzu neçə yaş olub? 4. 4 yaş olub, düzdür? Arzunun 4 yaş olubdu. Onda ikisinin cəmi Arzu ilə Vüsalın ikisinin cəmi 3 il əvvəl 6 idisə, əgər onda Vüsal Arzunun indi keçmişdə 4 yaşı varsa, Vüsal necə qalacaq? 2. Bizdən axı indiki yaş, indi yaşını soruşurdu. 2-nin üstünə də 3 il keçəndə 5 yaş edəcək. Görürsünüz, eyni şeyə gəlmiş olur. Kimə necə rahatlısa elə şəkildə hesablaya bilər. Keçək 21-ci suala. Hər bir böcəyin 1, 2, 3, 4 halı var. Amid xanaları böcək şəkillərində elə doldurmaq istəyir ki, hər sırada və hər sütunda fərqli olsun. Bu sudoka bənzəyir. Amid xanaları doldurub bitirdikdə ən üst sıra necə görünəcəyini soruşur bizdən. Gəlin mən bunu təmiz. Gəlin baxın, stokda mənə yardımcı olacaq bu sütundur. Niyə? Çünki burada 2 dənəsən azı verilibdir. 2 dənəsini tapmaq asan olacaq. Mən xallarına baxıram. Burada 4 xal, burada 1 xal. Deməli, mənim geriyə qalır 2 və 3 olacaq. Ya bura 2 olacaq, ya bura 2 olacaq. Bunu təyin etmək. Bura mən 3 verə bilmərəm. Çünki bu 3'dür. Baxın. Bu nədir? 3'dür. Düzdür. 3 verə bilmərəm ki onda. Düzdürmü? Gəlin baxaq. Ora 3 verə bilməyəcəmsə, onda bura 2 verəcəm. Bura 3'dürsə. Düzdür. 2, 4, 1. Bura nə qalır? 3 qalır. Keçirəm növbətisinə. Baxaram görüm, hardan getsəm mənə əlverişli olar. Məsələn, mən buradan baxmaq istəyirəm. Bu sütundan baxmaq istəyirəm. Çünki 2 dənəsi var. Burada gəlib bundan toqquşursa tapmağım rahat olacaq. 1 var, 4 var, 3 var. Onda bura nə qalır? 2. 1, 2, 4, bura onda 3. Düzdür? Keçək növbətisinə. Buradan baxaq belə. 2 var, 4 var, 3 var, 4 var, 2 varsa bura nə qalacaq? 1. Burada 4 qalacaq. Düzdür? Gördünüz necə rahat tapılır. Sonra növbətisinə hərəkət edirəm. Görüm haran tapsam da mənə rahat olar, misal üçün. Məsələn, belə gedəcəm. Buradan getmək istəyirəm. Görəm bura rahatdır. Niyə? 4 var, 3 var. Düzdür? 4 var, 3 var. Burada da 3 var. Burada 4 var. 2, 1. Baxırıq. Nəsə ora mənə rahat olmadı. Deyirəm buradan baxım onda. Nə deyirsiniz? 4, 1, 4, 3. Deməli, 4, 1 var burada. Orada rahat olmur. Burayla baxaq onda 3, 2. 3, 2. 4 bura verə bilməyəcəm. Çünki 4 var. 3, 2. 1 ilə 4 qalıb da. 4 verə bilmirəmsə bura 1, bura 4 olacaq. Niyə? Çünki 4 ilə burada toqquşa bilməz. Keçirəm növbətisinə. Baxıram hardan eləsəm daha mənə məqsədə uyğun olar. Gəlin buranı tapmağa çalışaq. 1 var, 1, 4 var. 4 var. Əslində demək olar ki, tapmışıq 4 buranı, 3 buranı, 4, 3. Burada A variantı olduğu görünür. Çünki heç bir variantda 4 ilə başlayan yoxdur. Amma yenə də biz davam edək. 4, 1. Bura mən 3 qoysam. Bura 3 qoyacağım. Niyə? Çünki bura 3 qoya bilmərəm. Düzdür? Bura 3'ü qoyaram. 2'ni də bura qoyaram. Burada 1 qalar. Burada 2 qalar. Elə A variantı alınmış olacaq. Keçən növbəsinə. Otağın küncündə 13 kub yığılıb. Hər bir kub qırmızı və ya mavi rənglənib. Hər bir qırmızı kubun tam mavi altında kub 3 mərtəbədə. Deməli, mavi kub, hər bir mavi kubun altında isə qırmızı kub var. Yığının neçə mavi kubu var? Gəlin baxaq.
Baxıram ki 1, 2, 3. Eni 3'dür. Belə bir şeydir. Belə bir şeydir, düzdür. Eğer bura qırmızıdırsa, düzdürmü? Gəlin mərtəbələ. Mən deyərəm, amma təsəvvür etmək sizə çətin ola bilər. Bura mavidirsə, baxın, qırmızının altı nə deyir? Hər qırmızının altında mavi, mavinin altında qırmızı. Deməli, mavinin altı nə olacaq? Qırmızı. Mavinin altı qırmızı. Qırmızıların altı mavi. Gərək ən birinci mərtəbədən başlayaq da, ikinci mərtəbə. Birinci mərtəbə heç mavi olduğu görünür, amma ikinci mərtəbəni çəkərdik gərək. Gəlin ikinci mərtəbəni çəkək. 4 dənədir də. Düzdürmü? Burası qırmızı. Burası qırmızı. Bax, buradan söhbət gedir ha. Qırmızı, qırmızı. Mavinin altında nə olacaq? Qırmızı. Bu ön heç mavi idi, onsuz da. Düzdür? Eğer bura qırmızıdırsa, qırmızının altında nə olacaq? Mavi. Bizdən də mavi deyir ki, mavi kubu soruşur. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. Düzgün saydıq. Deməli, mavilərin 1, üstdəki 2, 3, 4, 5, 6, 7 dənə mavi. 6 dənə də qırmızıda. 1, 2, 3, 4, 5, 6 dənə də qırmızı. Məndən də mavi kubu soruşduğuna görə biz burada neçə dənə götürəcəyik? 7 dənə götürmüş olacağıq. Gəlin növbəti sualımıza baxaq. Qorxmaz verilmiş xanalar ilə rəngləmək istəyir ki, bir-birinə toxunan xanalar eyni rəngdə olsun. Bir-birinə toxunan xanalar eyni rəngdə olmasın. 4 qırmızı, 3 mavi, 2 xana yaşıl, 1 xana sarı. X ilə işarəlmiş xanası hansı rəngdə boyanmış olacaq? Gəlin mən bunu kənarda çəkim içini silim. Aha, deməli sildim içini ağ rənglə. Nə deyir? Qırmızım daha çoxdur. Gəlin başlanğıc üçün qırmızı qoyaq. Qırmızı. Mavi rəngim də çoxdur. Qoy mavi də qoyaq bura. Mavi. Yaşıl olsun. Qırmızım çoxdur. İstəyirəm yenə bir dənə də qırmızı qoyam. Deyir ki, bir-birinə eyni rənglər toxunmasın da. Bir-birinə toxunan olmasın. Bura qırmızı, mavi qoymuşamsa, bura yaşıl qoya bilərəm. Mavi ilə yaşıl toxunmayan nə olacaq? Qırmızı. Deməli, yaşılla qırmızıya nə toxunmayacaq? Yaşılla qırmızıya burada mavi qoyum da qoy. Mavi qoyum. İndi yaşılla qırmızıya, yaşılla qırmızıda toxunmayan nə ola bilər ki? Neçədən mavi işlətdim? Mavidən artıq 1, 2, 3, 4 dənə də. Mavidən 3 dənə idi də. Qoy düzgün baxaq. Qırmızıdan 4 dənə idi. Yaşıldan 2 dənə idi. Sarıdan da 1 dənə idi. Sarını hələ bir dənə işlətməmişim. Çünki azdı ondan. Deməli, qırmızıdan artıq 1, 2, 3-ünü işlətmişəm. Mavidən 2 dənə seçim, biri qalıbdı. Yaşıldan da birini işlətmişəm. Deməli, bura nə veririm? Yaşılla qırmızının əvəzinə birinə sarı verim, qoy bura. Yaşılla qırmızının əvəzinə bir dənə sarı. Qırmızı ilə mavi, yaşıl. Burada qırmızı. X-a nə düşəcək? Qırmızı rəng düşmüş olacaq. Keçək növbəsinə. Aparata hər dəfəsinə qəpik daxil etdə ən alt sıradan təsadüfi olaraq bir top düşür. Bu aparata ən az neçə qəpik daxil edilməli ki, ağ top düşəcək mütləq şəkildə əmin olsun məsələsi üçün.
Tamam 1, 2, 3, 4. Təsadüfən bu 4'ü düşdü. Bu ağda indi hər ehtimalı birdən dəymədi, bu düşmədi elə. Biz maksimal dərəcədə elə eləyək ki, buradakı hamısı ağ olsun. Bax, burada ağ olsun, burada ağ olsun, burada ağ olsun, burada ağ olsun, burada ağ olsun ki, dəqiq əmin olun ki, bu düşənlər ağ olacaq mütləq. Mütləq deyir çünki. Təsadüfən bura deyirsə, buralar düşdü, bura bəlkə düşdü. Bəlkə heç ora tərpənmədi. 1, 2, 3, 4 düzdür. 5, bəlkə təsadüfən buna dəymədi. 6, 7, bura ağ qaldı. Bura ağ qaldı. Bütün 5 sıranın 5 də ağ olana qədər sayacağım. 1, 2, 3, 4, 5, 6, 7. 8, 9, 10. Getdi bu da. 10. 10. Baxaq. Bu tərəfdə ağ olmayıb da. Bunu da gəlsin. Bu da 11 olsun. 11 dənə düşəcək. Buranın hamısı düşdü. Təsadüfən ağ. Bax, burada ağ olacaq. Burada ağ olacaq. Burada ağ olacaq. Burada da ağ olacaq. Buranı da eləyəsək, burada ağ olacaq. 11 dənə. C variantı.